Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Tuğba Şəmmədova. Bugün sizlə natural ədədlər dərsini izahını verəcəyik. Uşaqlar, natural ədədlər dərsində əvvəlcə onu demək istəyirəm ki, say sistemləri, riyaziyyatda say sistemlərindən danışmaq istəyirəm. Biz say sistemindən təbii ki, istifadə edirik ədədləri saymaq üçün, amma hansı say sistemindən istifadə edirik? Say sistemləri iki növ var, mövqeli və mövqesiz. Mövqesiz say sistemində rəqəmlər ədədin yazılışındakı yerindən asılı olmur. Yəni, rəqəmlər ədədin yazılışındakı yerindən asılı olmur və hər zaman eyni bir ədədi bildirir. Mövqesiz say sistemindən söhbət gedir. Mövqesiz say sisteminə misal olaraq Rum rəqəmləri göstərə bilərik. Gəlin, Rum rəqəmlərin ardıcıllığına yazaq. Bu 1 deməkdir. Bu bilirik ki, 5 deməkdir. Bu bilirik ki, 10 deməkdir. Bu 50 deməkdir. Uşaqlar, bu 100 deməkdir, D 500 deməkdir, M isə 1000 deməkdir. Demək, L 50, S 100, D 500, M isə 1000 deməkdir. Uşaqlar, Rum rəqəmlərinin belə bir qanunu var, belə bir qaydası var ki, Rum rəqəmləri ilə ədədlərin yazılışında eyni bir rəqəm bir-birinin ardınca 3 dəfədən artıq yazıla bilməz. Yəni, məsəl üçün, belə yazılış Rum rəqəmləri üçün səhvdir. 4 dənə 10 yazıla bilməz. Bu, belə yazılmalıdır. Bu 40 deyil, 40 olduğuna görə 50 çıxılsın 10. Baxın, 50 çıxılsın 10. Yəni, bu 40'a verəcək. Uşaqlar, Rum rəqəmlərin yazılışında bilirsiniz ki, ədədin böyük rəqəmin solundakı ədəd çıxılır, sağındakı ədəd isə toplanır. Yəni, məsəl üçün, belə bir ədədə baxaq. Baxın, uşaqlar, D nədir? D 500. Düzdürmü? S nədir? 100. 100 500'dən az olduğuna görə və solunda olduğuna görə bu nə olur? 500 çıxılsın 100, yəni 400. Bu da bilirik ki, 19 deməkdir. Bu 10'dur, bu da 9'dur. Yəni 10, 9'dan böyük olduğuna görə bunlar toplanır və sonra deyə toplanır. Yəni 400 plus 19. Bu belə. Rum rəqəmləri haqqında bu qədər. Uşaqlar, mövqeli say sistemləri var. Mövqeli say sistemləri ədədin rəqəmləri yazıldığı mərtəbədən asılı olaraq dəyişir. Yəni, nə demək istəyir burada? 323. 323 düzdürmü? Və ya 325. 323. 3 qabaqdadır. Ona görə 323'dür. Amma 5'i qabağa atsam bu 323 olmayacaq. Bu olacaq 523. Və yaxud da 2'ni qabağa atsam bu olacaq 235. Yəni, ədədin rəqəmləri dəyişəndə ədəd özü dəyişir. Ədədin rəqəmləri durduğu yerdən asılıdır. Burada bu təklidir. Burada ama bu yüzlükdür. 5 yüzlük. Nə olsun? Burada da 5'dir, burada da 5'dir. Burada 5 yüzlüğün yerində durur. Burada ama təkliyin yerində durur. Uşaqlar, bunu da başa düşdük. Biz riyaziyyat sistemində mövqeli say sistemindən istifadə edirik. Yəqin ki, bilirsiniz. Özümüz Azərbaycan ölkəsində mövqeli say sistemindən istifadə olunur. Romada Roma rəqəmlərindən istifadə olunur. Və biz hansı say sistemindən istifadə edirik? İndi informatika keçənlər bilir ki, say sistemləri çoxdur. 2'lik var, 6'lıq var, 10'luq var, 8'lik var. Biz uşaqlar 10'luq say sistemindən istifadə edirik. 10'luq niyə? 10'luq say sistemində. Çünki rəqəmlərimiz budur. 10'a qədər. 10 daxil olmamaq şərti ilə. 7, 8, 9. Baxın uşaqlar. 7, 8, 9. Azərbaycan dilində cümlə qurmaq üçün hərfdən istifadə olunursa, riyaziyyatda da rəqəm qurmaq üçün, ədəd qurmaq üçün rəqəmlərdən istifadə olunur. Uşaqlar, rəqəmlər bunlardır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və rəqəmlərdən isə ədəd düzəldilir. Məsəl üçün 2 rəqəm götürən 1, 2 olur 12. 12 ədəddir, rəqəm deyil. 15 ədəddir, rəqəm deyil. Yəni, belə. Və bir dənə də situasiyanı deyim ki, bir vəziyyətdə deyim ki, hər bir rəqəm həm də ədəddir. Məsəl üçün 1'ə, 2'ə, 3'ə, 4'ə, 5'ə, 6'ya, 7'ə, 9'a, 0'a ədəd kimi baxa bilərik. Amma
15'ə rəqəm deyə bilmərik. Hər bir ədəd rəqəm deyil. Hər bir rəqəm ədəddir. Amma hər bir ədəd rəqəm deyil. Bunları da bildik. Demək, rəqəmlər nə idi uşaqlar? Rəqəm 0-dan 9-a qədər olan ədədlər 9-a daxil olmalı. Ədəd isə onlardan düzəldilən ədədlər. 0-dan 9-a qədər olan rəqəmlərə ədəd deyə bilərik, amma ədədin özünə rəqəm deyə bilərik. Məsələn, 76-ya 76 ədəddir, rəqəm deyil. Bu belə ədəd oxu. Ədəd oxu haqqında danışaq. Ədəd oxu bilirik ki, ədəd oxumuz var bizim. Belə bir ədəd oxumuz var. Ortada da 0-dır. Bura müsbət 1, müsbət 2, müsbət 3, müsbət 4, müsbət 5 və bura mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 ta ki belə sonsuzluğa doğru gedir. Burada 0 hesablama başlanğıcı adlanır və hər birində bölgü bərabərdir. Baxın, hər birində 1-1 artır. Hər birində bölgü, bu bölgülər hamısı bərabərdir. Ədəd oxu üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttdir. Demək, bərabər bölgü vahidi olan düz xəttdir. Başlanğıc nöqtə, hesablama başlanğıcı, yəni nəzərdə tutur başlanğıc nöqtə deyəndə. Hesablama başlanğıcı və bərabər bölgü vahidi olan düz xəttdir. Uşaqlar, ədəd oxunun hər bir nöqtəsində hər bir ədədə uyğun ədəd var. Və yaxud da bunun əksi doğrudur. Yəni, hər bir ədədə uyğun nöqtəsi var ədəd oxununda. Məsələn, 3-ə uyğun 3 bu nöqtədir, 4-ə uyğun bu nöqtədir. Yəni, bunu bilirik. Və ədədlər, həqiqi ədədlərin hansı növləri var? Biz bilirik ki, ədədlər həqiqi ədədlərdir. Ümumilikdə, bəs hansı növləri var? Uşaqlar, həqiqi ədədlərin. Elə birinci ədəd növü, həqiqi ədədlərin birinci növü natural ədədlər. Bizim də bugünkü dərsimiz olan natural ədədlər. Uşaqlar, natural ədədlər sayarkən istifadə etdiyimiz rəqəmlərə natural ədədlər deyilir. Sayarkən istifadə etdiyimiz ədədlərə, əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Sonsuz saydadır. 0 natural ədəd deyil. Natural ədədləri belə də işarə edirlər. Natural ədədlər. Və yaxud da belə də işarə edirlər. Bu bilirsiniz nə deməkdir? Tam ədədlər. Tam ədədlərin müsbəti, yəni. Başa düşdünüz? Baxın, müsbəti. Yəni, natural ədədlər dedikdə həm də müsbət tam ədədlər nəzərdə tutulur. Müsbət tam ədədlər anlayışı ilə natural ədədlər anlayışı eyni şeydir, uşaqlar. Bunu yadınızda saxlayın. Bəs tam ədədlər nədir? Tam ədədlər nədir? Tam ədədlər odur ki, natural ədədlər 0 və naturalların mənfisi. Yəni, həmin natural ədədlərin əks işarəsi. Bax, bunlar uşaqlar tam ədədlərdir. Bir yerdə. Yəni, daha dəqiq, daha aydın, daha səlis yazsam, tam ədədlər bərabərdir. Sonsuzluq, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, yenə sonsuzluq. Yəni, bax, tam ədədlər budur, uşaqlar. Və Z hərfi ilə işarə olunur. Dedik ki, Z müsbət, həm də natural ədədlər çoxluğu deməkdir, uşaqlar. Bunu dedik, bunu yadımızda saxladıq. Və bir də mənfi olmayan ədədlər çoxluğu var. Mənfi olmayan ədədlər çoxluğun belə işarə olunur hər yerdə. Baxın, belə. Mənfi olmayan ədədlər çoxluğu, natural ədədlər olmayan çoxluğu, natural ədədlər çoxluğuna qarışdırmayın. Natural ədədlərdə 0 yoxdur. Amma mənfi olmayan ədədlərdə mənfi olmayan ədədlər çoxluğu. Mənfi olmayan ədədlər çoxluğunda uşaqlar 0 var. Çünki mənfi deyil də 0-da nə mənfidir, nə müsbət. Mənfi olmayan ədədlər çoxluğunda 0 var. Ona görə də baxın, belə N0 yazılır. Yəni, 0 daxildir. Natural ədədlərdə elə bir 0 daxil olur. O da olur mənfi olmayan ədədlər çoxluğu. Və bir də var rasional ədədlər. Rasional ədədlər bildiyimiz kimi, əgər yadımızdadırsa, Q ilə işarə olunur. Rasional ədədlər nədir? Yenə tam ədədlər özü, yəni mənfilər, müsbətlər, 0 və bir də kəsirlər. Məsəl üçün, mənfi 3-də 1, mənfi 5-də 1, mənfi 7-də 1, müsbət 7-də 1, müsbət 8-də 1.
Eyni zamanda da bayaq dediyim kimi 0, -5, -5. Bunların hamısı bir yerdə rasional ədədlər çoxluğunu əmələ gətirir uşaqlar. Rasional ədədlər çoxluğunu əmələ gətirir. Demək, rasional ədədlərə nələr daxildir? Bir də təkrarlayaq. Rasional ədədlərə bunlar daxildir uşaqlar. Tam ədədlər özü də bilirik nədir? Mənfi natural ədədlər, müsbət natural ədədlər və 0. Demək, və digər tərəfindən kəsrlər, mənfi kəsrlər, müsbət kəsrlər uşaqlar. Yəni adi kəsrlər və sadəcə kəsrlər, yəni mənfi kəsrlər. Mənfi 3-də 1, mənfi 5-də 1, mənfi 7-də 1, 7-də 1, 8-də 1, 0. 0 özü də rasional ədəddir. Mənfi 5 də rasional ədəddir, 5 də rasional ədəddir. Bütün kəsrlər rasionaldır. Niyə görə? Baxın, 5 özü də kəsr kimi göstərmiyor. Orada 5-i göstərərəm, mənfi 5 bölünsün 1 kimi, o da olacaq kəsr. Müsbət 5-i göstərərəm, müsbət 5 bölünsün 1 kimi, o da olacaq kəsr. Yəni, rasional ədədlərə bu ədədlər daxildir. Bəs irrasional ədədlər nədir? İrrasional ədədlər isə kökdən çıxmayan ədədlərdir. Məsəl üçün, heç cür kökdən çıxartmaq olmur. Məsəl üçün, kökdə 2, pi və yaxud da kökdə 7, limitdə keçəcəyik bunları inşallah. Kosinüs 15 cavabı yoxdur. Təqribi alınır, i-nin də, pi-nin də. Uşaqlar, təqribi cavabı alınan ədədlər, yəni heç cür dəqiq cavabı tapılmayan ədədlər, dəqiq cavabı olmayan. Məsələn, kökdə 2-nin heç cür dəqiq cavabı yoxdur. Kökdə 7-nin dəqiq cavabı yoxdur. Bunlar irrasional ədədlər adlanır. Və gəlirik nəyə? Həqiqi ədədlərə. Uşaqlar, həqiqi ədədlər r-lə də işarə olunur. Bəzi kitablarda h-lə də işarə olunur. Baxır da, çox vaxt r-lə işarə olunur. Həqiqi ədədlər çoxluğunda nələr var? Həqiqi ədədlər çoxluğu bu ədədlərin hamısının birləşməsinə deyilir. Yəni, bu ədədlərin hamısının birləşməsi deyəndə, yəni, baxın, rasional ədədlər, hamısı burada rasional ədədlər, hamısının içində rasional ədədlərin içində hamısı var. Natural da var, tam da var, mənfi ədədlər də var, kəsir də var. Yəni, həqiqi ədədlərə nələr daxildir? Rasional ədədlər çoxluğu və irrasional ədədlər çoxluğu. Demək, həqiqi ədədlərə nələr daxildir? Rasional ədədlər çoxluğu və irrasional ədədlər çoxluğu. Uşaqlar, belə. Demək, dedik ki, bizim bugünkü dərsimiz natural ədədlər çoxluqdur. Dedik ki, natural ədədlər nədir? Natural ədədlər əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olan ədədlərə natural ədədlər deyilir. Yəni, sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər deyilir. 0 natural ədəd deyil. Niyə görə 0 natural ədəd deyil? Çünki biz əşyaları sayarkən 0-dan başlamırıq, 1-dən başlayırıq. Sinifdə uşaqları sayarkən müəllim Ayşəyə 0, Gülşənə 1 deməyəcək. Yəni, Ayşəyə 1, Gülşənə 2 deyəcək. Uşaqlar, natural ədədlər anlayışında nələr var? Əvvəlcə onu deyək. Natural ədədlər anlayışında cüt və tək ədədlər var. Tək ədədlər anlayışı var. Cüt və tək ədədlər ümid edirəm ki, bilirsiniz. Sadəcə olaraq yenə də deyək. Cüt ədədlər nədir, tək ədədlər nədir? Sonra 0, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Və yaxud da 2-yə bölünən ədədlərə cüt ədədlər deyilir. 2-yə tam bölünən söhbət. Tam bölünən ədədlərə tam bölünən ədədlərə cüt ədədlər deyilir. Bunu bildik. Sonra 0, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir və ya 2-yə tam bölünən ədədlərə cüt ədədlər deyilir. Uşaqlar, bəs tək ədədlər nədir? Tək ədədlər odur ki, 2-yə tam bölünməsin. Demək, bunlar cütdürsə, tək ədədlərdə baxın budur. Tək ədədlərsə, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərə tək ədədlər deyilir və ya 2-yə bölünməyən ədədlərə tək ədədlər deyilir. 2-yə bölünməyən ədədlərə tək ədədlər deyilir. Uşaqlar, ədədləri sayarkən həmişə yadınızda qalsın. Ardıcıl ədədlər belə artır. Məsəl üçün, 2 ardıcıl ədəd deyiriksə, ədədin biri A-dırsa, o birisi olur A plus 1. 2 ardıcıl tək ədəd deyiriksə, biri A-dırsa olur A plus 2. 2 ardıcıl cüt ədəd deyiriksə, biri A-dırsa, o biri ardıcıl cüt ədəd olur A plus 2. Demək, bu ardıcıl ədəddir, bu amma ardıcıl tək və yaxud da cüt ədədlərdir uşaqlar. Yəni, bunları yadınızda saxlayın.
Həmişə, bir də onu deyim ki, həmişə baxın, ədədlər elə sıra ilə gedir ki, ardıcıldırsa, əgər 2 ardıcıl ədəddirsə, 2 ardıcıl ədəddən həmişə biri təkdirsə, o biri müsbət olacaq. Təkdirsə, o biri cüt olacaq. Yəni, bunu ömrü yadınızda saxlayın. Əgər 2 ardıcıl ədədimiz varsa, biri təkdirsə, o biri 100% mütləq ki, cüt olmalıdır. Çünki ardıcıl ədədlər elə gedir. Tək cüt, tək cüt, tək cüt və yaxud da cüt, tək, cüt, tək. Baxır ki, birinci ədədə hansı götürmüşsə. Birinci cütdürsə, o birisi tək olacaq. Birinci təkdirsə, o birisi cüt olacaq. Bu belə. Və bizim bilmirəm proqramda necə şey olunur, qəbul olunur. Amma indi hal-hazırda məsəl üçün əlimdə təzə kitab var. Təzə kitabda belə yazılır ki, indi mən bilmirəm indi bu nə dərəcədə doğrudur, nə dərəcədə səhvdir. Amma məncə ki, hər halda düzdür. Çünki kitabı yəni yazan, bu kitaba güvənirəm. Kitabı yazan bir doktorantura qurtarmış bir alimdir. Yəni yüksək təhsil pilləsini qurtarıb Rəvani müəllim Dövlətovadır. Doktorantura dedim, çaşdım, magistratura qurtarmış bir əməkdaşımdır. O deyir ki, 0 cüt ədəd qəbul eləyiblər. 0 cüt ədədi qəbul eləyiblər. Niyə görə 0 cüt ədədidir? Çünki özündən sonra tək gəlir. Ona görə 0 cüt ədəd demişik. Uşaqlar, demək, dedik ki, ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər belədir. N, n plus 1, n plus 2, nöqtə, nöqtə, nöqtə. Ardıcıl 1, 2, 3-cü ədəd, 4-cü ədəd və yaxud da sonsuzluqda. N plus 1, n plus 2 ardıcıl natural ədədlərin artma aralığı baxın belədir. Bir də var ardıcıl cüt natural ədədlər. Ardıcıl cüt natural ədədlər isə belə yazılır. Ümumi yazılışı deyirəm sizə. Ümumi yazılış belədir. Ardıcıl cüt ədədlər. Bir də var ardıcıl tək ədədlər. Ardıcıl tək ədədlərin isə ümumi yazılışı belədir uşaqlar. Bunu da bildik. Ardıcıl natural ədədlər, ardıcıl cüt ədədlər, ardıcıl tək ədədlərin yazılışı. Uşaqlar, bunu da bildik. Yəni, belə də yaza bilərsiniz və yaxud da ardıcıl deyəndə belə də yaza bilərsiniz. Birinə n deyib, ardıcıl cüt deyirsə, birinə n deyib, o birisinə n plus 2 də deyə bilərsiniz. Və yaxud da ardıcıl ədəd deyirsə, birinə n deyib, nə cütdür, nə təkdir. Sadəcə ardıcıl ədəddir. Birinə n deyib, o birisinə n plus 1 də deyə bilərsiniz. Amma bu yazılış, yəni beynəlxalq yazılışdır. Həmişə də burada cavab düz çıxır, daha çox düz çıxır. Yəni çalışın daha çox bu yazılışdan istifadə edin. Uşaqlar, belə. Başqa nə deyək? Başqa nələri deyək? Ədədlər bilir ki, cüt və tək olmaqla 2 yerə bölünür. Bunları bildik və cüt və tək olan ədədlər üçün belə bir qaydamız, xassəmiz var. Uşaqlar, yadınızda saxlayın. Cüt ədədin, cüt və yaxud da tək ədədin bölünməsində heç vaxt hökm eləmək olmaz ki, cütün təkə bölünməsi, təkliyi və yaxud da cütü, təkin cütə bölünməsi və çıxılmasında heç vaxt hökm eləmək olmaz. Bunun cavabı cüt olacaqsa tək olacaq. Heç vaxt dəqiq hökm eləmək olmaz. Çünki bilinmir. Bölünmə ilə çıxmada tək də ola bilər, cüt də ola bilər, o bilinmir. Amma toplama ilə vurmada biz müəyyən eləyə bilərik. Uşaqlar, 2 dənə şey deyəcəm. Ondan başqa qalanlarda hamısında cüt alınır. Demək, bir təklə cütün cəmi tək alınır. Təklə cütün cəmi tək alınır. Bir də təklə təkin hasili tək alınır. Təklə təkin hasili tək alındığına görə avtomatik olaraq təkin üstündə qüvvət də tək alınır. Yəni təkin neçənci dərəcədən qüvvəti də tək alınır. Məsəl üçün 3-ün kubu. Bu da tək olacaq. Və yaxud da 3-ün üstü 4. Bu da tək olacaq. Çünki tək ədədin dərəcəsidir, yəni qüvvətidir. Demək, tək ədədin cüt ədədin cəmi tək alınır. Tək ədədə vuranda tək alınır. Tək ədədin n-ci dərəcədən qüvvəti də tək alınır. Qalan başqa bütün hallarda toplama və vurma üçün cüt alınır. Təklə təki toplayanda cüt eləyir. Cütlə cütü toplayanda cüt eləyir. Başqa təki cütə vuranda cüt eləyir. Cütü cütə vuranda cüt eləyir. Bunu bilirik. Belə uşaqlar. Və cütün də n-ci dərəcədən qüvvətdə cüt. Cüt və tək ədədlər haqqında bu qədər. İndi isə keçəcəyik natural ədədlərin onluq say sistemində yazılışı. Uşaqlar, natural ədədlərin onluq say sistemində yazılışı deyirikdə, natural ədədlərdə mərtəbələr var.
və siniflər var. Mərtəbələr nədir? Siniflər nədir? Siniflər daha böyük anlayışdır. Sinif daha böyükdür, mərtəbə daha kiçik anlayışdır uşaqlar. Milyardlıq, milyonluq, minlik, təşkil sinifləri var. Milyardlıq, milyonluq, minlik təşkil sinifləri var. Gəlin adi bizim özümüz üçün olan. Məsəl üçün 70.325-ə baxaq. Baxın, burada 5 təşkil idi, 2 onluqdur, 3 yüzlüydür, 0 minlikdir, 7 isə 10 minlikdir, 10 minlik. 10 minlik. Əgər burada 7-nin qabağında bir ədəd olsaydı, o da 100 minlik mərtəbənin vahidi olardı. Bəs burada nə deyirik? Burada deyirik ki, belə olan, deyirik ki, 7 dənə 10 minlik var, 70 dənə minlik var, 703 dənə yüzlük var, yüzlük var, 7032 dənə isə onluq var. Və ədədin özü qədər də təşkili var. 70.325 dənə təşkili var. Bu belə. Uşaqlar, amma təşkili mərtəbəsində hansı ədəd dayanıb? 5 dayanıb, onluqda 2 dayanıb, yüzlükdə 3 dayanıb, minlikdə 0 dayanıb, 10 minlikdə isə 7 dayanıb. Ümid edirəm ki, bunlar sizə aydındır və bunları bilirsiniz. Uşaqlar, bunun qabağına bir ədəd atılanda, məsəl üçün, belə 6 rəqəmli olanda, bu olur nə? 670.325. Bəs 7 rəqəmli olanda nə olur? 7 rəqəmli olanda, məsələn, bunun qabağına bir 3 atsam, olacaq 3.670.325. 3.670.325. Bəs bunu 2 sıfırda artırsam, məsəl üçün, bunu 2 rəqəmdə artırsam, məsəl üçün, 300 yazsam qabağına, 3 yox, 300 yazsam, onda nə olacaq uşaqlar? Sizcə? Onda olacaq, siz mənə cavab verə bilmədiyinizə görə, onda olacaq 300.670.325. 300.670.325. Bəs bunun qabağına bir dənə rəqəm atsam nə olacaq? Onda olacaq 5 milyard 300.670.325. 5 milyard 300.670.325. Ümid edirəm bunlar sizə aydındır. Gəlin keçək yuvarlaqlaşdırmaya keçək. Əgər ədədlərdən danışmışıqsa, birinci yuvarlaqlaşdırmaya keçək. Yuvarlaqlaşdırma nədir? Ədədi müəyyən qədər azaltmaq. Yəni müəyyən qədər təqribi qiymət tapmaq. Uşaqlar, məsəl üçün baxıram bu ədədə, məsəl üçün. 1243. Onluqlara qədər yuvarlaqlaşdır. Onluğu tapıram ən birinci onluğu tapıram uşaqlar. Ən birinci onluğu tapıram. Onluğu tapdım mı? Baxın, onluq burada 4'dür, düzdürmü? Onluq 4'dür. Onluqdan sonraki ədədə, baxın, arxadakı ədədə, yəni 3'ə baxıram. Onluğun yanındakı ədədə 3'ə baxıram. 3'dür. 3 nədir? 5'dən kiçikdir. 5'dən kiçik olduğuna görə olduğu kimi qalır. Yəni, yuvarlaqlaşdırma belə yazır. Yəqin ki, bilirsiniz, dalğalı bərabərlə. Yəni, 1243'ü onluqlara qədər yuvarlaqlaşdıranda 3'ü siləcəm, yenində 0 yazacağım. Amma burada 1245 olsa, 5'də bilirsiniz, 5'ə bərabərdir. 4'ə baxıram. 4'dən sonraki ədəd, 4'ün yeni yanındakı ədədi 5'dir. Onluqlara qədər yuvarlaqlaşdırmadan söhbət gedir. Onluqlara qədər yuvarlaqlaşdıram. Onluqlara qədər yuvarlaqlaşdıranda 5 olduğuna görə bu 4'ü bir vahid artırırım. Bu da olur 1200 və 5'i silirəm. Bu axırıncı rəqəmi silirəm. Demək, yuvarlaqlaşdırmada yuvarlaqlaşdıran mərtəbədən sağdakı ədəd silinir. 5'dən kiçikdirsə ədəd olduğu kimi qalır. 5'dən böyükdirsə ədədi bir vahid artırırıq. Və sağdakı ədəd silinir, onun yerinə 0 yazılır. Məsəl üçün baxaq başqa bir ədədə. Məsəl üçün baxaq 43.768-ə. Baxdıq mı? Bunu minliklərə qədər yuvarlaqlaşdırırıq. Mən əvvəl minliyi tapıram. Təklik, onluq, yüzlük, minlik. Minlik budur, düzdürmü? Baxıram minliyin sağındakı ədədə 7'dir. 7 5'dən böyükdür.
Demək, bu ədəd 5-ə bərabər və yaxud da 5-dən böyük olduqda bu minlik mərtəbəsi, minliklərə qədər yuvarlaşdır demir. Minlik mərtəbəsi rəqəmi bir vahid artırır. 44. Və qalanların yerinə, hamısının yerinə 0 yazırıq. 3 dənə rəqəmi silirik, 3-ün də yerinə 0 yazırıq. Ümid edirəm başa düşdünüz və yuvarlaşdırmada belə bərabər yazılır. Belə bərabər görəndə birinci o yuvarlaşdırır, təqribi qiymətdir. Və yaxud da mən bunu, məsəl üçün, üzr istəyirəm. Mən bunu 43.768-i mən 10 minliklərə qədər gəlin yuvarlaşdırdım. 10 minliklərə qədər. Təşkilik, 10-luq, 100-lük, minlik, 10 minlik. 10 minlik 4-dür, düzdürmü? 4-ün sağındakı ədəd 3-dür. 5-dən kiçik olduğuna görə artmayacaq. Elə olduğu kimi qalacaq. Qalan bütün rəqəmlər silinəcək. 1, 2, 3, 4 silinəcək. Yerinə 0 yazılacaq. 1, 2, 3, 4. O da oldu 40.000. Demək 43.768-i 10 minliklərə qədər yuvarlaşdıranda 40.000 edir. Bu qədər basit. İndi gəlin başqa bir şeyə baxaq. Rəqəmlərin yazışı ilə bağlı. Natural ədədlərdə rəqəmlər, ədədlərin yazışı ilə bağlı. Ədədlərin yazışında uşaqlar, əvvəlcə onu deyim ki, 2 rəqəmli ədəd belə yazılır, 3 rəqəmli ədəd belə yazılır, 4 rəqəmli ədəd belə yazılır, 5 rəqəmli ədəd belə yazılır, A, B, C, D, E. Yəni, neçə rəqəm varsa o qədər hərf yazılır. Amma şərti var. Şərt nədir? Şərt odur ki, birinci rəqəm. Əvvəlcə onu deyim ki, ədəd yazılışında hər bir rəqəm natural olmalıdır. Hər bir rəqəm. A, B, C, D, E natural olmalıdır. Birinci rəqəm natural olmaq söhbətinə görə və 0 da ola bilər burada sonrakılar. Birinci rəqəm 0 ola bilməz. Amma ikinci, üçüncü, dördüncü, beşinci rəqəmlər 0 ola bilər. Birinci rəqəm 0 ola bilməz və bütün rəqəmlər, birinci rəqəmdən başqa bütün rəqəmlər B, C, D, E 9-a, 0-dan 9-a qədər ədədlərə daxildir. 0-dan 9-a qədər ədədlərə daxildir. 0 da alır, 9 da alır. Yəni 0 da ola bilər, 9 da ola bilər burada. 0 da ola bilər, 9 da ola bilər. 0-dan böyük, 9-dan kiçik. 9-dan 0 da ola bilər. Amma bir dənə birinci rəqəm 0 ola bilməz. Yəni birinci rəqəm 0 ola bilmədiyinə görə mötərizəni belə qoyuram. Yəni bilirsiniz ki, daxil olmayanda mötərizə belə olur. 0 daxil deyil. 0-dan 9-a qədər. 1, 2, 3, 4, 5, 6, 7, 9 ola bilər. Amma burada bu rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 9 ola bilər. Məsəl üçün C-ni, D-ni, Y-ni 12 tapmışsınızsa birinci səhv tapmışsınız. 14 tapmışsınızsa birinci səhv tapmışsınız. 10 tapmışsınızsa birinci səhv tapmışsınız. 10 və yaxud da ondan böyük bir rəqəm tapmışsınızsa birinci səhv tapmışsınız. Birinci ədədin yerində 0 yazmışsınızsa birinci səhv olmuşsa. Bu belə. Bu qədər. Bu belə.